Salam, hər vaxtınız xeyir olsun. Bu gün yuxu məsələlərinin izahına baxacağıq. Məsələlərə keçməzdən əvvəl gəlin yuxu haqqında qısa məlumat əldə edək. Yuxu insan üçün su kimi, qida kimi vacib bir fizioloji prosesdir. İnsan ömrünün 1/3 hissəsini yuxuda keçirilir. Yəni bir insanın məsələn 60 yaşı varsa da, deməli o ömrünün 20 ilini yuxuda keçirmişdir. Yuxu siklik prosesdir. Bir yuxu sikli ləng yuxu fazasından və tez yuxu fazalarından ibarətdir. İnsan yuxuya gedən kimi ləng yuxu fazası başlayır. Ləng yuxu fazasında bir neçə proseslər baş verir. Tənəffüsümüz seyrəkləşir, nəbzimiz seyrəkləşir, əzələlər boşalır, göz alması hərəkətsiz olur, maddələr mübadiləsi zəifləyir, bədən temperaturu aşağı düşür. Ləng yuxu fazasının davam etmə müddəti 1-1,5 saatdır. Ləng yuxu bitəndən sonra başlayır tez yuxu fazası. Bu fazasında burada olanların əksi proseslər olur. Bədən temperaturu yüksəlir, maddələr mübadiləsi aktivləşir, qan təzyiqi yüksəlir, nəbz, tənəffüs sürətlənir, göz qapaqlarının altında gözlər tez-tez hərəkət etməyə başlayır. Tez yuxu fazasının davam etmə müddəti isə 10-15 dəqiqədir, səhərə yaxın olur 20-30 dəqiqə. 7-8 saatlıq yuxu 4-5 sikldan ibarətdir. Bundan əlavə, ləng yuxu fazasında insan daha realistik yuxular görür, tez yuxu fazasında isə əfsanəvi yuxular görmüş olur. Yuxu görmə zamanı baş beyin yarımkürələr qabığınınənsə nahiyəsi fəallaşır. Bundan əlavə, məsələlərdə tez-tez görəcəksiniz 8 yuxu fazası yazılır. Məsələn, bir insan 8 yuxu fazasından keçmişdirsə də. Siz o zaman yazmalısınız. Bilirsiniz ki, bir yuxu sikli 2 fazadan ibarətdir. Bəs 8 faza neçə sikldan ibarətdir? Siz orada tapasınız ki, məsələdə verilən 8 yuxu fazası demək ki, 4 sikldan ibarət imiş. Bundan əlavə, məsələn, biz qeyd elədik ki, ləng yuxuda, məsələn, nəbz seyrəkləşir deyirik, nəbz vurğuları azalır deyirik. Onda ürək sikli neynəmiş olacaq? Nəbz vurğuları azalacaqsa da ürək sikli artmış olacaq. Qan dövranının bu düsturu xatırlayarsınız. Delta T bərabərdir. Böyük T bölünsün N. Yazı yazmaq çətindir biraz mouse'la. Burada delta T sikli bildirir, böyük T zamanı bildirir, N isə ürək vurğularının sayını bildirir. Əgər sizin ürək vurğularınız artıbsa da, indi tez yuxuya keçdim. Ürək vurğuları harda artır? Tez yuxu fazasında artır. Deməli, ürək sikliniz neyniyəcək? Tərs mütənasibdir də, azalmış olacaq. Və yaxud da ləng yuxuda, əgər ləng yuxu fazasındasınızsa da, ürək vurğularının sayı azalıbsa da, demək ki, sikl müddəti artmış olacaq. Buna da fikir verməlisiniz. Gəlin, indi başlayaq məsələlərə. 24-cü məsələ biraz çətin görünür. Gəlin, asanlardan başlayaq, daha sonra 24-ə qayıdarıq. 27 yaxşı görünür. Baxaq görək. İnsanın cəmi 8 yuxu fazasında yatdığına, fazaların minimal davam etmə müddəti şəraitində qəbul etsək, o cəmi nə qədər yatmışdır deyə soruşur. Sonuncu tez yuxu fazasında davam etmə müddəti də 25 dəqiqədir. Bunu da nəzərə almalıyıq. Az öncə dediyim kimi, əgər 8 yuxu fazasında yatıbsa da, deməli, orada neçə sikl var? Bir siklda 2 yuxu fazası var. Deməli ki, 8 yuxu fazası 4 sikldan ibarətdir. Bu insan yuxuya gedən kimi, onda başlayacaq birinci ləng yuxu fazası. Onun da minimal davam etmə müddəti 1 saatdır. Yuxu fazası bitəndən sonra başlayacaq tez yuxu fazası. O da minimal 10 dəqiqə davam etmiş olur. Mən buradan qeyd edirəm. Bu bizim oldu bir siklımız. Bir dənə ləng yuxu, bir dənə tez yuxu. Elədir bir sikl. Üstə gəlsin yenə 1 saat plus 10 dəqiqə. İkinci sikl oldu.
1 saat plus 30 dəqiqə. Üçüncü sikl oldu. En sonuncu siklda ləng yuxu 1 saat. Burası doğrudur. Ay, burada 30 dəqiqə yazmışam, bağışlayın. Burada olmalıdır 1 saat 10 dəqiqə. En sonuncuda 1 saat plus en sonuncu tez yuxu fazasının davam etmə müddəti 25 dəqiqə olduğunu verib deyə 1 saat plus yazmalıyım 25 dəqiqə. Bu da oldu 4-cü yuxu sikli. Yəni bunu hesablayaq görək bu insan nə qədər yatmışdır. 1, 2, 3 və 4 saat plus dəqiqələrdə hesablayaq. 10 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə, 30-un üstünə 25 dəqiqə gələndə edəcək 55 dəqiqə. Deməli, bu insan yatmışdır 4 saat 55 dəqiqə. Doğru cavab C bəndidir. Davam edək. 28 də yuxu məsələsidir. İnsanın maksimal davam etmə müddətindən istifadə etməklə cəmi 8 yuxu fazasında yatdığını qəbul etsək. Maksimal davam etmə müddətində keçib fazalar 8 yuxu fazasında yatıb, sonuncu da 30 dəqiqə olmuşdur. O nə qədər yatmışdır deyə soruşur. Maksimal davam etmə müddətində. Gəlin buradan qeyd eləyək. Deməli 8 yuxu fazasında keçirir. Deməli 4 sikl var orada. Mən qeyd eləyirəm. Birinci ləng yuxudan keçəcək 1 saat 30 dəqiqə. Olacaq bizim ləng yuxumuz. Üstə gələnsin. Tez yuxunu maksimum yazmalıyam. 15 dəqiqə. Seçilsin deyə rəngi dəyişdim. Plus. Bu oldu bizim birinci siklımız. Hələ ki, ikinci sualı belə uzun-uzadı yazıram. Artıq üçüncüdə başa düşürsünüz, rahat olacaq deyə üçüncüdə qısa versiyada yazacağam. Belə uzun yazmayacağam. 1 saat 30 dəqiqə ləng yuxu fazası. Üstə gələnsin 15 dəqiqə tez yuxu fazası. Bu oldu bizim nəyimiz? İkinci siklımız. Üstə gələk. 1 saat plus yine 30 dəqiqə ləng yuxu fazası. Üstə gələnsin 15 dəqiqə tez yuxu fazası. Bu bizim nədir? Üçüncü siklımızdır. Əgər buraları başa düşürsünüz, buralar sizə asan gəlirsə də videonu 2x-ə qoyub elə baxa bilərsiniz bu hissələrinə. Çünki eyni şeyləri yazıram. 1 saat 30 dəqiqə. Buradan dəyişik nəyi fərqli yazmalıyam, nəyi diqqət etməliyəm burada? Sonuncu tez yuxu fazasına. Mənə nə demişdi? Demişdi ki, sonuncu tez yuxu fazası 30 dəqiqədir. Ona görə mən yazmalıyam plus 30 dəqiqə. Bu da oldu bizim 4-cü siklımız. Toplayaq görək bu insan nə qədər yatmış olacaq. 1 saat, 2 saat, 3 saat, 4 saat. 4 saat plus 30 dəqiqə, 30 dəqiqə. Elədi 1 saat. Buradakı 30 dəqiqə, 30 dəqiqə elədi bizim 2 saat. Plus dəqiqələrə baxaq. 15 dəqiqə, 15 dəqiqə. Yarım saat. Burada da bir dənə yarım saat var. Bu elədi 1 saat cəmdə plus. Burada da var bizim bir dənə nəyimiz? 15 dəqiqəmiz. Onu da unutmayaq. Plus yazırıq 15 dəqiqə. Cəmdə neçə etmiş olacaq? 6, 7 saat 15 dəqiqə yatmış olacaq cavabımız. 7 saat 15 dəqiqə doğru cavab Y bəndi. Keçək 29-cu suala. Burada da deyir, insanda 5 yuxu sikli baş vermişdir. Ləng və tez yuxu fazalarının maksimal müddətdə baş verdiyi nəzərə alınarsa, ləng yuxu fazalarının ümumi davam etmə müddəti tez yuxu fazalarının davam etmə müddətindən nə qədər çox olar?
Aha, deməli, maksimal davam etmə müddətində 5 yuxu sikli baş vermişdir. Baxın, əgər 5 yuxu sikli varsa da, karandaşı dəyişmək istəyirəm. 5 yuxu sikli varsa da, deməli, orada 5 dənə var bizim lənç yuxumuz. 5 dənə də var, onu da qırmızı rənglə yazaq. 5 dənə də var tez yuxu fazası. Hamısı deyir ki, maksimal davam etmə müddətində olub. Yəni 5-i vurmalıyam, 5-i vurmalıyam. 1,5 saata maksimum axı lənç yuxu 1,5 saatdır. Cəmi edəcək neçə? 7,5. 7,5 edəcək. Tez yuxu fazalarında mən diqqət etməliyəm nəyə? Axırıncı tez yuxu maksimum 30 dəqiqə olacağına görə, gəlin mən 4'ü vurum, əvvəlcə 15'ə. Bu eləsin 60. 4'ü 15 dəqiqə vuranda bu eləcək 60 dəqiqə. Bir də plus ən sonuncu var axı. Ən sonuncu da 30 dəqiqə davam edir. Yəni, bax bunu belə yazıram. 1 saat plus 30 dəqiqə. 1 saat 30 dəqiqə tez yuxu fazasını tapdım. 7,5. Yəni 7 saat. 7 saat. 30 dəqiqə də oldu bizimlə lənç yuxu. Məndən soruşurdu ki, lənç yuxu tez yuxudan nə qədər çoxdur? Nə qədər çoxdur? 7 saat oldu. 30 dəqiqə, 1 saat 30 dəqiqədən 6 saat çoxdur. 6 saat doğru cavab 29'da C bəndi olacaq. 30'a baxaq. 30-cu sual. İnsanda 4 yuxu sikli baş vermişdir. Lənç və tez yuxu fazalarının maksimal müddətdə baş verdiyi nəzərə alınarsa, lənç yuxu fazasının ümumi davam etmə müddəti tez yuxu fazasının davam etmə müddətindən nə qədər çox olar deyə soruşur. Burada da 4 yuxu sikli baş vermişdir. Mən bilirəm ki, əgər 4 yuxu sikli varsa da, deməli orada var 4 dənə lənç yuxu var. Rəngi dəyişirəm. 4 dənə də var tez yuxu fazası var. Deməli, mənə deyir ki, bunlar maksimal müddətdə baş veribsə. Deməli, mən 4'ü vurmalıyam 1,5'ə. Bu 6 saat eləyəcək. Deməli, 6 saat lənç yuxu fazası davam etmişdir. Tez yuxu fazasında mən 3'ü vurmalıyam 15'ə. Bu edəcək 45 dəqiqə. 3-15 dəqiqə vuranda 45 dəqiqə eləyəcək. Bir də ən sonuncu tez yuxu fazası 30 dəqiqə olduğuna görə mən 45 dəqiqə plus 30 dəqiqə vuram ki, bu tez yuxu fazalarının davam etmə müddətidir. 6 saat 45 dəqiqə plus 30 dəqiqədən nə qədər çoxdur? 45 dəqiqə plus 30 dəqiqəni mən 1 saat 15 dəqiqə kimi yaza bilərəm. Düzdürmü? 1 saat 15 dəqiqə kimi yaza bilərəm. 6 saatı da gəlin qeyd edək belə. 5 saat 60 dəqiqə. 5 saat 60 dəqiqə kimi də bunu qeyd edək. İndi 5 saat 60 dəqiqədən 1 saat 15 dəqiqə çıxanda neçə edəcək? 4 saat plus 45 dəqiqə. Deməli, 4 saat 45 dəqiqədə cavabımız varmı? 4 saat 45 dəqiqə D bəndində var. Daha sonra 33'də var yuxu məsələsi. Əgər insan maksimal yuxu fazaları keçirməklə 1,5 saat tez yuxu fazasında olmuşdursa da, maksimal yuxu fazası keçirib, tez yuxu fazalarında ümumi cəmi 1,5 saatdır deyir. Saat yatmış olar. Bütün lənç yuxu fazalarının davam etmə müddəti isə maksimaldır deyir. Deməli, bu insan yuxuya gedən kimi əvvəlcə lənç yuxu fazası başlayacaq. O da 1 saat 30 dəqiqədir. Üstə gəlsin tez yuxu fazası
15 dəqiqədir. Üstə gəlsin. Bu birinci sikl 1 saat 30 dəqiqə plus yenə 15 dəqiqə. Bu bizim ikinci yuxu siklidir. 1 saat plus 30 dəqiqə plus 15 dəqiqə. Üçüncü yuxu sikli. 1 saat plus 30 dəqiqə plus 15 dəqiqə. Bu da üçüncü yuxu siklidir. Baxaq görək tez yuxu 1,1 saat eləyirmi? 15-15 yarım saat, 15-15 yarım saat. Hələ ki bu elədi 1 saat. Bir də bizə lazımdır 30 dəqiqə. Ona görə 2 dəfə də qeyd eləməliyəm bunu. 1 saat 30 dəqiqə plus 15 dəqiqə. Bir də bircə dəqiqə. Sonuncu yuxu, tez yuxu fazası neçə dəqiqə davam edir? Sonuncu yuxu, tez yuxu fazası 30 dəqiqə davam edir. Deməli, mən bu ən sonuncunu 30 dəqiqə yazsam, 1 saat 30 dəqiqə edəcəkmi? Edəcək. 15 dəqiqə burada. Rəngi dəyişərək işarəliyim, daha yaxşı seçilsin. 15 dəqiqə burada. 15 dəqiqə burada. Yarım saat. Buradan da yarım saat etdi. 1 saat. Bir də burada var 30 dəqiqə. Cəmi nə qədər etmiş oldu? 1 saat 30 dəqiqə etmiş oldu. O neçə saat yatmış olduğunu soruşur. Baxaq. 1, 2 saat, 3 saat, 4 saat, 5 saat. Buradan. Plus. 30 dəqiqə, 30 dəqiqə. 1 saat. 30 dəqiqə, 30 dəqiqə, 2 saat. Burada da 30 dəqiqələr 3 saat etmiş oldu. 15 dəqiqələri də hesablayaq. 15 dəqiqə, 15 dəqiqə, yarım saat burada. Buradakı 15 dəqiqələr də cəmi neçə saatdır? 5, 3, 8, bir də burada. Deməli, cəmi 9 saat yatmış oldu bu insan. Məsələlərə baxaq. Burada məsələ yoxdur. 36-ya baxaq. 36-da deyir, yuxu fazalarının maksimal davam etmə müddətini nəzərə alaraq 21:00-da yuxuya getmiş adamın gecə saat 23:00 radələrində vəziyyətinin səciyyəvi xüsusiyyətlərini göstərin. Maksimal davam etmə müddətində 21:00-da yuxuya getmiş bir insanın İnsan 21:00-da yuxuya gedibsə də, yuxuya gedən kimi başlayır bizdə ləng yuxu fazası. Yəni ki, maksimum deyir deyə 1 saat 30 dəqiqədə 1,5 saat. 1 saat 30 dəqiqədən sonra saat olacaq 22:30. Sonra başlayacaq tez yuxu fazası. Tez yuxu fazasının davam etmə müddəti 15 dəqiqə desək, saat olacaq neçə? 22:45. 22:45-dən sonra növbəti yuxu fazamız hansıdır? Ləng yuxu fazasıdır. Artıq 22:45-dən sonra artıq saat yarım. Saat yarım bu olacaq ləng yuxu fazasında. Yəni 23:00, 23:00-dan da o tərəfə olacaq bu adam ləng yuxu fazasında. Deməli 23:00-da oldu ləng yuxu fazasında. Mən qeyd etməliyəm ləng yuxu fazasında olan prosesləri. Daxili orqanların fəaliyyəti artmaz, azalar. Ürək siklinin davam etmə müddəti artır deyir. Az öncə qeyd etmişdik. Burada var idi delta T bərabərdir böyük T bölünsün N. Yəni bizim ürək vurğularımızın sayı ləng yuxu fazasında azalır. Ona görə də ürək siklinin müddəti artır. Ona görə də 2-ni götürə bilərik. Tənəffüs sürətdən zəifləyir. Azalmır, ürək sikli artır. Əzələlərin ümumi boşalması baş verir. Bəli, hüzün maddələrinin parçalanması sürətlənməz. Bədən temperaturu aşağı düşürmü? Düşür. Doğru cavab 2, 5 və 7-dir. 37-yə baxaq.
fazalarının yenə deyir, maksimal davam etmə müddətini nəzərə alaraq saat 22:00-da yuxuya getmiş adamın gecə saat 23:35 radələrində vəziyyətinin səciyyəvi xüsusiyyətlərini göstərin. Bu adam 22:00 radələrində yuxuya gedib. 22:00 radələrində yuxuya gedib. Bu ən birinci olacaq hansı yuxu fazasında? Yenə birinci olacaq ləng yuxu fazasında. Ləng yuxu fazası 1 saat 30 dəqiqə olacaq. Yəni onda saat olur 23:30. Sonra keçəcək bu adam tez yuxu fazasına. Bizə saat neçədə istəyirdi? Onu bir də baxaq. 23:35 saat. 23:35. Hə, artıq 23:30-u keçəndən sonra başlayacaq tez yuxu fazası. Mən ona görə seçməliyəm tez yuxu fazasında olan prosesləri. Daxili orqanların fəaliyyəti artır. Ürək siklinin müddəti artırmı? Azalır. Tənəffüs sürətlənir. Ürək siklinin davam etmə müddəti azalır. Bunlar əzələlərin boşalması baş vermir. Üzüm maddələrinin parçalanması güclənir. Bəli, güclənir. Bədən temperaturu aşağı düşmür. Əksinə bədən temperaturu qalxır. Yuxarıdan bir sualımız qalmışdı. Ona da baxaq. 4-cü sual idi. Burada da deyir, yuxu fazalarının orta davam etmə müddətini nəzərə alaraq 23:00-da yuxuya getmiş adamın gecə saat 1 radələrində vəziyyətin səciyyəvi xüsusiyyətini göstərin deyir. Yenə bu adam yuxuya gedib 23:00-da. Qeyd edirəm ki, bu birinci daxil olacaq nəyə? Birinci daxil olacaq ləng yuxu fazasına. Maksimal davam etmə müddətindədir. Orta davam etmə müddəti deyirsə də mən bunu 1 saatla hesablamalıyam. 23:00-dan sonra 1 saat keçir, saat olur 12:00. Sonra ləng yuxudan sonra başlayır tez yuxu fazası. Tez yuxu fazası da minimal davam etmə müddətində olacaq 00:10. 00:10-dan sonra yenə başlayır ləng yuxu fazası. Ləng yuxu fazasında 1 saat olduğuna nəzərə alsaq, yəni 01:10. Yəni saat 1 radələrində bax bu hissədə 00:10-dan 01:10-a qədər 1 radələrində bu olacaq ləng yuxu fazasında. Ləng yuxu fazasında da daxili orqanların fəaliyyəti artmır, azalır. Nəbz zəifləyir, tənəffüs güclənmir, ürəyin işi qüvvətlənmir, əzələlərin boşalması baş verir, maddələrin mübadiləsi güclənməz, bədən temperaturu aşağı düşər, gözün hərəkəti tez olur, olacaq, ləngdə olmaz. 2, 5, 7. 24-də də doğru cavab C bəndidir. Bu qədər DİM test toplusundan yuxu məsələlərinin izahına baxdıq. Əgər izahını bəyəndinizsə də like atıb abunə olmağı unutmayın.